Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Taleyim belə gətirdi, niyyətim yox idi. Valideynlərim həyatda olsaydı bu yaşa qalmazdım. Babalarım da elə 40 yaşdan sonra evlənirlər. Gec evlənməyimə peşman deyiləm. Xəbər verilir ki, bu sözləri Talib Taley Günc Bucaq verilişində deyib. İfaçı gec ailə qurmasına belə münasibət bildirir. Anı yaşamağın fərqinə varmayan insanlar deyir ki, bir təhər uşağıma böyüdü. Bunu bir missiya kimi görürlər. Əsas bu prosesi yaşamaqdır. Gələcək onsuz da bilinmir, nə olacaq. Keçmişsə keçmişdə qalıb. Əsas anı yaşamaq lazımdır. Belə mövzularda cəmiyyətin fikrini o qədər də önəmsəmirəm. Deyirlər ki, taylarının nəvəsi var. Varsa var da. Ata olmaq məni daha həssas, məsuliyyətli etdi. Həyatı daha çox sevdim. Həyat yoldaşım qısqanc deyil.